Salam dostlar, bu video dərsimizdə isə köməkçi hissəciyindən danışacağıq. Deməli dostlar, isə köməkçi hissəciyi feilin hansı şəkillərindən sonra artırılır? Xəbər, vacib və lazım şəkillərindən sonra gəlir. Məsələn, oxuyuramsa, oxumaq sözünün kökü burada feilin xəbər şəkli və isə hissəciyi ondan sonra gəlir. Və yaxud da ki, oxumalıyamsa, oxu sözünün kökü malı feilin vacib şəkli və ondan sonra oxumalıyamsa. Oxuyasıyamsa, oxu sözünün kökü asıl feilin lazım şəkli və sa isə hissəciyi. Yadda saxlayaq ki, dostlar, feilin əmr, arzu və şərt şəkillərinə qətiyyən isə hissəciyi artırılmır. Digər bir nüans nədir? İsə hissəciyi həmişə şəxs sonluqlarından sonra gəlir. Məsələn, danışdınsa, danışmaq sözünün kökü d keçmiş zaman, n ikinci şəxs sonluğu, sən danışdın, sa isə burada isə hissəciyi. Bir məqamda yadda saxlayaq dostlar, isə hissəciyi ha belə idi və ya imiş hissəciyinin də üzərinə artırıla bilir. Məsələn, gəlirdinsə, gəl sözün kökü, feilin xəbər şəkli, gəlir idi hissəciyi, n şəxs sonluğu və sa isə hissəciyi. Mövzumuz bu qədər dostlar, növbəti dərslərimizdə görüşənədək.